Heç vaxt heç bir insanı kimləsə müqayisə eləməyin. Məsələn üçün belə götürüm də, mənim bacardığım şeyləri başqa insanlar eləyə bilmir bəzən, başqa insanların elədiyi şeyi mən eləyə bilmirəm. Bu tam normal bir şeydir. Məsələn üçün Quran oxumaq olsun, Quran qiraət eləmək olsun və yaxud da mərsiyə etmək olsun. Bəzi insanlar deyir ki, sən hansı Natiq Cavad olmalısan, ustadın kimi və yaxud da Şərru Zəbbi olmalısan və yaxud da Səlim Mənsun olmalısan. Qurani-Kərimdə deyirlər ki, sən Əbdülbasit olmalısan və yaxud da Şeyx Siddiq Mişəvi olmalısan və yaxud da Mustafa İsmail olmalısan və s. Mənim bacardığım budur. Mənim əlimdən bu gəlir. Və Allah hərəyə bir potensial, hərəyə bir istedad, hərəyə bir sənət verib ki, vəziyyətdə budur. Ailələrin buna görə məsələsi daxildir ki, bəzi insanlar deyirlər, sən bacarıqsızsan, sən bunu eləyə bilməzsən, sən yeteneksizsən, sənin əlinə heç nə gəlmir, heç bir iş bacarmırsan. Sanki bir növ insanı təhqir eləyirik. Sanki bir növ insanı alçaldırıq, bir növ insanın şəxsiyyətini sındırırıq, bir növ insanı gözdən salırıq. Məsələ də bundadır. O bir sözlə məsələ oxşayır. Bu məsələyə oxşayır ki, məsələn üçün bir nəfər insan yaxşı ustadır, əlinə sənə iş gəlir. Biz ona baxmırıq, deyirik ki, yox, sən bacarmırsan. Elə bilirik ki, biz ondan yaxşı bacaracağıq. Elə bilirik ki, biz ondan yaxşı eləyəcəyik. Elə bilirik ki, biz ondan qat-qat üstün eləyəcəyik. Onun bacardığı şeyləri biz eləyə bilmirik. Bizim də bacardığımız şeylər başqa insanlar eləyə bilmir. Bu tam normal bir şeydir. Amma kimisə kimləsə müqayisə eləmək ki, sən falan kəs səndən yaxşıdır, falan kəs səndən belədir. Bu əslə qalsa insana ruhiyyə vermir. Daha da insanı alçaldır, daha da insanı gözdən salır, daha da insanı kiçildir. Bu insanın şəxsiyyətini sındırmaqdır, insanı təhqir eləməkdir, insanları alçaltmaqdır. Dolayısı yolla. Elə təsəvvür ki, insan durub üzünə deyirsiniz ki, sən heç nə bacarmırsan, sən qanmazsan, sən tupuysan, sən axmaqsan, sən gicin birisən, sən dəlisən. Elə təsəvvür ki, insana bu sözü deyirsən, o da o cürünə. Allah belə eləyən insanlara hidayət eləsin inşallah.